Maraqlı hadisə ilə rast gəldim. Mən 30 ilə yaxındır maşın sürürəm də. Bir gediş, bir gəliş yolla getdiyim yerdə yol dəyişir olur, 2 gəliş, bir gediş. Mən də elə heç bir işarə yoxdur, ümumiyyətlə heç bir qadağan eləyən işarə yoxdur oraya girməyim. Görürsüz, bax, sola dönəndə bir gediş, bir gəliş olur, 2 gəliş, bir gediş. Ona bir dənə cərimə yazdılar, 100 manat. Cəriməyə yeri gəlmişkən Teymur Elçin küçəsi yazılıb, amma ora səhvdir, Lermontov küçəsidir. Bu niyə belədir, bu başqa mövzu. Orada ya bu işarə olmalıdır, yəni sola dönməyim, ya bu işarə olmalıydı. Sonra ikinci yolda, heç olmasa giriş qadağanlı işarəsi olmalıydı. Və yaxud yerdə belə xətt olmalıdır ki, adam itirməsin də, yəni öz xətti ilə geçsin. Ya da xəttin üstündə belə, yəni yol həqiqətən 2 gəlişə dəyişir, bir gediş olur. Baxın, sonra telefon işlədir. Şəxsi telefondan qayda pozuntusunu çəkmək olmaz. Onu göstərir. Sonra yolun başında dayanma olmaz. Bu işarə var. Yəni dayanma, durma qadağan olan yerdə polis post qoyub durmamalıdır. Bu təlimatda açıq-aydın yazıldı. Orada post qoyublar, durublar. Mən də onu sağda sadəcə səki kimi bilib elə öz gəldiyim ikinci yolla da dönmüşəm. Yenə də bax üstdən görün, baxın, bax fikirlərinizi deyin. Bir gediş, bir gəliş, heç bir qadağa olmayan yerdə 2 gəliş, bir gediş gələndə belə cərimə